Dünən axşam Cəvidan bəy bu səhnəni göndərəndə ki, buradan çıxmaq olmaz, diqqət əksikliyi və hiperaktivə pozuntusu olan bir insan olaraq məni bir tər bastı ki, mən necə gəzmədən səhnədə bir yerdə dayanaraq çıxış edə biləcəm. Mövzum sən dəyiş ki, dünyan dəyişsin və bu mövzumla mən əslində səhnəyə ən təbii, ən mən halımla çıxma qərarı aldım. Bu nədir? Bəsit bir cins, sadə bir qara kofta, ən təbii saçlarım, hansı ki mən qıvırcığam və makyajsız halım və sən dəyiş ki, dünyan dəyişsin. Yuxarıda gördüyünüz qız bankirdir, nə əlaqə bilmirəm. Aşağıda gördüyünüz qız isə hər kəsə mən bu dünyanı gəzəcəm və mən bunun üçün pul ödəməyəcəm deyən qız idi və mən bugün o qız olaraq sizlərə çıxış etmək istəyirəm. Həyatda dəyişə bildiyimiz və dəyişə bilmədiyimiz şeylər var. Yəni bizdən asılı olanlar, bizdən asılı olmayanlar və bunun arasında kəsişən şeylər. Bizdən asılı olmayan şeylərə nümunə olaraq vermək istəyirəm ki, məsəl üçün, biz doğduğumuz yeri seçə bilmirik, coğrafiyamızı seçə bilmirik, bürcümüzü, ailəmizi seçə bilmirik. Bəli, enerjinin qarşılığında deyirlər ki, əslində biz doğulmamışdan öncə əslində bunların hamısını seçirik, amma gəlin bura fokuslanaq ki, biz bunları seçə bilmirik. Və bir də çox təəssüflər olsun ki, biz bizim həyatımızdan kimin nə zaman gedəcəyini seçə bilmirik. 18 yaşımda mən anamı itirdim. Çəhrayı eynəklərimin qırılması bir uşağın dəyişməyi, kontrol edə bilməyəcəyi və mənə görə bir qız uşağının ən acı yaşadığı bir şey anasını itirməsi. Mənim həyatım 3 hissədən ibarətdir və Şuhari fəlsəfəsi deyir ki, öncə öyrən və təqlid et, daha sonra başqalarının qaydalarını sorğula və öz yolunu axtar və sonda öz qaydalarını yarat. Və mən buna inanıram ki, biz bu saniyəni bir də yaşamayacağıq. Mən bəlkə də TEDx səhnəsinə çıxdığım zaman bir də bu formada danışmayacağım. Ona görə bizim həyatımızda heç nə təkrarlanmır, heç nə bir də əvvəlki qədər olmur. 18 yaşlı Həvva qaydalara əməl etməyi öyrənir və ilk çıxaracağı dərsi olur ki, 4 uşaqlı ailədə evin birinci övladıdır, evin birinci qızıdır, anası rəhmətə gedir və hər kəs ona yüklənir. Güclü olmalısan, cəsarətli olmalısan, ağlamamalısan. Çünki sənə baxacaqlar və səni gücsüz görsələr, onlar da bitəcəklər. 18 yaşlı qızın çiyinlərinə qoyduqları bir yük var. Heç özü də bilmir ki, niyə güclü olmalıdır, niyə ağlamamalıdır, niyə zəif olduğunu dilə gətirməməlidir və niyə acı çəkdiyini deməməlidir. Çünki hər kəs ona sadəcə bunu deyir, toxtaxlan, toxtaxlan. Gəncə Şəmkir zonasından olan insanlar bu ifadəni çox gözəl verir. Yəni, özünü ələ al, sən möhkəmsən, güclüsən və s. Və mən heç seçimim olmadan 18 yaşında öz ailəmin ögey anası olmağı seçdim. Yəni, mən güclüyəm, mən bütün ailənin yükünü üzərimdə daşıya biləcək gücdəyəm və mən bunu edəcəm. Təbii ki, təəssüflər olsun ki, onda belə düşünmürdüm. Onda düşünürdüm ki, mən güclü olmalıyam və ağlamamalıyam. Ailəm məni güclü görməlidir və universitetdə oxuyuram, Turizm və Menecment Universiteti. Paralelində isə Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində oxuyuram. Hər ikisi əyani olaraq. Və universitetimizdən belə bir təklif gəlir ki, 8 aylıq müddətinə oxumağa Avstriyaya getmə şansı. Təbii ki, mən bunu fürsət bilirəm. Reallıqlarımdan qaçmaq fürsəti. Bəlkə gedərəm, nələrsə dəyişər. Və mən gedirəm. Gedirəm və mən gəzirəm, səyahət edirəm, oxuyuram, işləyirəm. İlk işimə də ofisiant olaraq başlayıram və qazandığım bütün pulu da səyahətlərə xərcləyirəm. Qazandığım bütün pulu manyakı olduğum kofeyə xərcləyirəm və mən 8 ay müddətinə öz reallığımdan o qədər uzaqlaşıram ki, sanki mənim anam rəhmətə getməyibdir, sanki ailəm çox pis vəziyyətdə deyil və mənə yüklənən ağır yükdən qaçıram əslində. Amma necə deyərlər, sən nə qədər qaçsan da reallıqlar olduğu kimi gözləyir. Və o reallıqlar mən ölkəyə qayıtdığım anda mənim üzümə bir şillə kimi çırpıldı. Evdə anam yox idi. Evdə məndən balaca 2 bacım, bir qardaşım var idi. Evdə atam var idi. Hansı ki, bəlirsizliklər içərisində idi. Nə olacaq, necə olacaq bilmirdi. Və mənim həyatımda bir şey dəyişmişdi. Mən gedib xaricdə oxuyub gəlmişdim 8 aylıq müddətinə, amma həm də bir şey dəyişməmişdi. Reallıqlar dəyişməmişdi. Olduğu kimi məni orada gözləyirdi. Və mən həmin dövrdə bir şey dərk etdim.
reallıqdan nə qədər çox qaçırıqsa, biz öz zamanımıza heyfimiz gəlmir sanki. Biz öz zamanımızdan kəsirik. Və o anda reallığı qəbul etməyə başladım, amma bu belə asan deyildi. Bu çox ciddi, ağır, travmatik və çox acılı keçibdi o reallıqları qəbul etmək. O çəhrayı eynəyin qırılması, əslində reallığın tamamilə sənin ananın göstərdiyindən çox fərqli olmasını görmək çox qırıcı idi. Amma necə deyərlər, qırmayan şeylər bizi möhkəmləndirir. Bundan bir əvvəlki slayda dönək. Qırmayan şeylər bizi möhkəmləndirir. Və həyatımın 18 yaşımda ən qərar verdiyim detallardan biri də o idi ki, artıq qaydanda 19 yaşımı atlayırdım. Bu idi ki, mən işləyəcəm, yenə qaçıram, yenə reallıqlarımdan və ən əsası acılarımdan qaçıram. Mən işləyəcəm və mən gecə-gündüz işləyirdim. Düşünün, səhər 8-də başlayan bir təhsil, günorta 2-də digər təhsil başlayır, axşam 6-da otellərdən birinə ofisiant olaraq işləməyə gedirəm gecə saat 12-yə qədər və bu 2 il bu formada, döngüsəl formada davam edir. Və mən korporativ həyata girirəm. Məzun oluram, heç bilmirəm niyə, hələ də bilmirəm. 2,5 il, 2 il yarım korporativ sektorda, bank sektorunda çalışıram. Daha sonra isə otellərə keçirəm və başlayıram korporativ həyatıma otellərdə davam etməyə. Korporativ həyatımın da, necə deyərlər, 3 mənim üçün ən detallı hissəsi var. Bunlardan ən təməlində mənim öz qorxularımla üzləşə bilməmə reallığı dayanır. Bilirsiniz necə? Bəzən olur ki, həyatımızda nəsə qaydasında getmir. Çox yaxşı maaş alırsan, həyatın çox yaxşıdır, hər şey əladır, kənar gözdə. Amma sən düşünürsən ki, içdə bir yerdə, mənim istədiyim bu deyil, nəsə o deyil. Çünki əslində işdə yığılırsan, özünü orada görmürsən, orada hiss eləmirsən, ora sənin deyil, sən özünü oraya aid hiss eləmirsən və nələrsə dəyişməlidir. Amma sənin onu dəyişmək istəmək cəsarətin belə yoxdur. Həmin o anda bilirsiniz nə gəlir içə? Hirs gəlir, qəzəb gəlir, kimdənsə bunu çıxma istəyi gəlir və o təəssüflər olsun ki, şillə olaraq mənim ən zəif anımda ən etməməli olduğum insana dəyir. Mənim böyük oğluma dəyir, hansı ki onda onun sadəcə və sadəcə 3 yaşı var idi. Və əslində o şillə, mən o şilləni 7 il sonra bağışlaya bilirəm həmin hadisədən. Və o şillə əslində mənim özümə vura bilmədiyim bir şillə olur. Hansı ki, mən orada işləməyə bilərəm. Mən oradan çıxa bilərəm. Mən başqa yol seçə bilərəm. Amma üzərimizə yüklənən öhdəliklər, övladımızın olması, öz evimizi yaratma istəyi və eyni zamanda da ətrafda olan hər kəsin, ən əsası isə atamın, yoldaşımın və qaynatamın sən çox bomba işləsən, başın xarab olub, hara gedirsən deyə baxan o baxışları. Həmin o şillə məni korporativ sektordan ayıran şillə oldu. Çox ağrılı idi, çox əziyyətli idi. Bu belə asan deyil ki, deyək ki, mən 7 il sonra bağışladım bunu, əla, super, hər şey yolunda, xeyr. Bu çox ağrılı idi və bilirsiniz necə, bəzən bizə sosial mediada bunu ötürürlər. Mən də bir bloger olaraq, bəlkə də bəzən bu səhvi özüm də eləyirəm. Bacaracaqsan, güclü olacaqsan. Amma heç kim yolun özünü danışmır. Necə bacaracağım? Bəlkə mən elə şillə təpik yeyə bacaracağım bunu. Bəlkə mən ümumiyyətlə heç oradan çıxa bilməyəcəm. Bu necə olacaq? Bunu heç birimiz demirik. Və biz demirik ki, əslində dəyişim bədəlləri ilə birlikdə gəlir. Sən bir şey dəyişmək istəyirsənsə, mütləq ki, ona görə bədəl ödəməlisən. Siz burada iştirak etmək üçün bədəl ödəmisiniz, bilet almışsınız və buna pul vermişsiniz və yaxud da sadəcə gəlib dəvətçi olaraq iştirak etmişsiniz və yenə də bədəl ödəmisiniz. Həyat öz bədəlləri ilə gəlir və biz bu bədəlləri hər gün bilərək və yaxud da bilməyərək ödürük. Mən də bu bədəli ödədim. Korporativ həyatımdan çıxmaq, yəni dili ilə desək, qaydalardan qopmaq heç də asan deyildi. 2 uşaqlı ana çox yaxşı yerdə çalışdığı bir işdən çıxır, yaxşı maaşdan çıxır və sanki əlini belə itələyir ki, yox, bu mənə lazım deyil. Və ilk qarşılaşdığı əngəl öz yaxın çevrəsidir. Həyat yoldaşı, atası, qaynatası və ona baxan gözlər ki, başın xarab olub sənin. Nəyin çatmır həyatda? Sən niyə bu davranış elədin? Çatmayan duyğu muydu?
çatmayan mənim olmaq istədiyim, özümü görmək istədiyim yer idi. Mən buranı istəmirdim, mən burada olmaq istəmirdim. Okey, mən çox yaxşı maaş qazanırdım, amma bu məni xoşbəxt eləmirdi. Okey, mən çox yaxşı bir holdingdə idim, bu da məni xoşbəxt eləmirdi. Çünki mən öz rimi tapa bilmirdim. Kiməm mən? Həyata niyə gəlmişəm? Bu həyatdan olan istəyim nədir? Nəyi əldə eləməyə çalışıram ki, mən bu qədər çox burnuxuram? Və o anda mənim çox yaxşı bir dostum var, Azər. Azər mənim həyatıma 3 dəfə toxunubdu və bunun hər biri mənim karyera yolumda mənim dəyişimimə səbəb olubdu. Və Azər gəldi bir gün dedi ki, biz sən nə var? Nə gəzirsən burada? Get qur, alınacaq. Bəzən bizim həyatımızda bizə şillə vura bilən insana ehtiyacımız var. Bizə hər zaman, oy çox gözəlsən, nə qəşəngsən, ağıllısın. Buna ehtiyac yoxdur. Bu formada inkişaf olmur. Bu formada biz sadəcə öz komfort zonamızda daha da qalmağı seçirik. Çünki rahat olan budur. Dəyişim acılıdır, ağrılıdır, rahat deyil, narahat edicidir və təşviq edicidir. Və Azər mənim həyatıma toxunanda mən belə elirdim. Azər, alınmasa başa düşürsən necə bir yük götürəcəm üzərimə. Ay qız uzaq başı gələrsən, yenidən korporativ sektora qayıdarsan, ən azından heç olmasa 500 daha aşağı maaşla işə yenidən başlayarsan. Yəni ötürməyə çalışdığı mesaj o idi ki, başlamaq üçün sıfıra ehtiyac yoxdur. Qayıdacağın yer yenə bir nöqtəsi olacaq. Amma ən azından 2-3 addımla və yaşa, bəlkə heç onu da görməyəcəksən. Və həyatımda kaş deməyi sevməyən bir insan olaraq bu cəsarəti mən Azərdən tapdım. Və mən korporativ həyatdan çıxdım. Mən korporativ həyatdan çıxdığım anda pandemiya girdi. Bəli, bu mənim heç bir halda nə A planımda var idi, nə B planımda, nə C planımda, heç bir planımın içində yox idi və 6 aylıq depressiv bir period keçdi. Harda ki, nə baş verəcək, necə baş verəcək, heç bir halda, heç bir anlam qata bilmirdim buna. Çünki ətrafımda olan və mənim qonaqpərvərlik sahəsindən, yəni xidmət sektorundan olan bütün dostlarımda bu qeyri-müəyyənlik var idi. Baxıram ki, həkimlər işləyir, marketlər işləyir, retail sektor işləyir. Bir sektor bizim sektorda batdı. Hər şeyi, hər yeri bağladılar. Hətta ən sonda belə bizim sektor açıldı. Ən sonda belə otel və restoranlar, kafelər açıldı. Yəni o dərəcədə bir çətin sektora girmişdik əslində. Və nə etmək istədiyinlə bağlı fikrin yoxdursa, özün daxil heç kimi inandıra bilmərsən. Çünki beynin ən birinci növbədə səni qəbul etmir. Beynin qəbul edir, getmir ki, necə yəni? Yəni sən eləyərsən bunu. 2 körpə uşaqla freelance həyata davam edirəm və çox qəribə bir haldır ki, Rowling kimi bir yazıcı Edinburghda, Kalyaskada uşağı ilə Harry Potter yazarkən mən 2 az yaşlı övladımla Bakıda elə bir kafe olmur ki, oradan qovulmayım ki, nə var, mənim uşaqlarım səs salır. Və mən bir dəfə kafelerin birinə keçərkən və orada uşaq otağı görürəm, deyirəm, nəhayət o kafeni tapdım, rahat işləyə biləcəm. Evdə işləmək variant deyil, çünki dərin fokus anında uşaq hər an qaza qaça bilər, balkona qaça bilər və s. hadisələr yaşana bilər. Və mən gedirəm, otururam, işimə başlayıram, uşaq otağa qoyuram, mən qayıdıb oturana uşaq artıq yanımdadır. Abala, oyna da, otaq var axı orada. Və ofisiant gəlir ki, bəs çox səs salırsınız, onlar uşaqları biraz. Səs salırsınız dediyi 2 uşağın bir-birinə gülüşərək oynamasıdır. Və mən ofisianta belə bir şey deyirəm. Bu boyda uşaq klubu yaratmışsınız, onlar bunu kimsə idarə eləsin ümumiyyətlə. Və o anda bir işıq yanır. Axı marketoloqam, o anda bir işıq yanır. Okey, niyə bunu mən özüm eləmirəm? Və həmin anda bir biznes plan qurulur ağılda. Sadəcə 5 günə mən o otağı sahiblərindən icarəyə götürürəm və orada ilk dəfə Ninja Kids Club-ı yaradıram. Saatlıq, günlük fəaliyyət göstərən, hələ ki Azərbaycanda o vaxt üçün tək məkan oluruq ki, harda uşağı saatlıq və günlük xidmətə qoya bilərsiniz. Niyə? Çünki 2 uşağı olan və işləməyə çalışan, karyerasını inkişaf etdirməyə çalışan bir ananın istəyi idi bu, ən birincisi. Və ən əsası isə Ninja Kids Club mənə bu illər ərzində ən əsas öyrətdiyi şey o oldu ki, qaydaları dəyişmə. Qoy qaydalar öz axarında getsin. Sən də öz qaydalarını yarat. Sən də öz mühitini yarat. Və mən 2 illik bir fasilədən sonra pandemiya tamamilə çıxır aradan və biz
nəhayət standart və hazır həyatımıza geri dönürük. Amma mən iş tapa bilmirəm. Heç bir oteldə iş tapa bilmirəm. Tapdığım işlər mənim maaş gözləntilərimi qarşılamır və mən korporativ sektora gedib getməməklə qalıram. Paraleldə xaricdə iş imkanlarına baxıram ki, o ego həddinə gəlirəm ki, Azərbaycan məni türklər demiş hak etmir. Və mən xaricdə iş axtarmağa başlayıram. 2 uşağım var, evliyəm, hara gedirsən ay qız, sən əvvəlki tələbə deyilsən ki, rahat durub ölkədən qaçasan. Və yoldaşıma durmadan bunu deyirəm. Hazır ol, hər an gedə bilərəm. Hazır ol, hər an gedə bilərəm. Tükənmişliyimin o həddindəyəm. Və bir gün Kaspian Plaza'da bir kafede oturub, freelance işimi görərkən baxıram ki, bura gələn bütün ailələr az qala mənim kimidir. Gənc kadrlardır, hamısının uşağı var və eyni mənim illər öncə yaşadığım duyğunu yaşayırlar. Bilmir uşağı hara qoysun, necə qoysun ki, həm də işinə fokuslana bilsin və bir işıq yanır. Niyə Kaspian Plaza'da yenidən bunu açmayayım? Bu arada haşiyə çıxım ki, pandemiyaya görə biz o otağı da bağlamalı olduq. Və mən müraciət edirəm Lütfüzadə Texnologiya Mərkəzinin rəhbərinə ki, sizdən sadəcə 50 kvadratlıq bir otaq istəyirəm. Günün sonunda gəlir, mənim xəbərim belə olmadan, o isə mənə belə bir sual verir. Siz Capex hazırlaya bilirsiniz? Bəli, hazırlaya bilirəm. Əslində olan hazırlaya bilmirdim. Capex'i belə birinci dəfə idi eşitmişdim. Amma o dedikcə yazırdım və Google'da belə bir axtarış vermişdim. Capex nə deməkdir? Bəlkə də səhv yazıram, sən düzəlt və s. və s. və s. Onda heç ChatGPT də yox idi, təəssüflər olsun ki. Və mən Capex'in nə olduğunu başa düşəndən sonra maliyyəçi dostlarımdan kömək istəyirəm ki, bunu düzəltməyimə kömək eləyin. Mənim ağlımda olan nədir, deyim sizə? Ağlımda olan odur ki, mənə 3 aylıq bir güzəşt versinlər ki, mən 3 aylıq icarəni tam ödəmək üçün sıxışdırılmayım və mən toparlanım biraz. Və əslində olan, mən özüm də bilmədən bir investora Capex aparıram ki, bu mənim biznesimdir. Biz bunu o proof of evidence deyirik, proof eləmişik bu biznesi, pandemiyaya görə bağlanıbdır və yenidən qurmaq istəyirəm. Və mən 50 kvadratın xəyalı ilə gedərkən mənə 300 kvadratlıq bir yer verilir, deyirlər, de götür, idarə et. Və bu formada da xəyallarım olan Ninja Kids Club and Coffee olaraq 300 kvadratlıq bir məkanda biz davam edirik. Və təbii ki, bu belə deyək, 7 illik həyatımı bu qədər qısa 18 dəqiqəyə sığışdıra bilmərəm. Amma günün sonunda elə olur ki, biz Ninja Kids Club-ı investorla yollarımızı ayırırıq və bu mənim həyatımın ən sonuncu hissəsidir. Oyunu qaydaları ilə oynamağı öyrəndiyim və öz qaydalarımı yaratdığım hissəsidir. Harda ki, mən biznesimi götürürəm və başa düşürəm ki, necəsə davam eləməliyəm və necəsə bu biznes böyüməlidir və necəsə mən böyüməliyəm. Biz deyirik ki, baxın, biz o zaman doğru yolda olmarıq ki, investor məndən çıxdısa, investor layihədən ayrılmağı, exit eləməyi seçdisə, biz deyə bilərik ki, ona baxaya gör necə üzün göylə aparır və s. Amma biz bir də bir reallığa baxaq. Mənim ən azından reallığım budur ki, mən nəyi səhv edirəm? Mən harda büdrüyürəm? Bayaq Pərviz bəy dediyi kimi, dərhal gedirəm kitabxanaya və bütün biznesə aid olan kitabları alıram ki, görüm nədir səhv elədiyim. Ya da bir mentor dəstəyi alıram, coach dəstəyi alıram ki, mənim görmədiyim nədir ki, mən burada büdrüyürəm. Bu yaxınlarda həyatımızın ri hissəsində bir ninja çıxır ortaya. Hamı deyir, ninja nədir, ninja nədir? Hətta məni çox insan adımla yox, ninja mama olaraq tanıyır. Ninja eyni zamanda bir neçə işi görə bilən insana deyilir. Yəni, mənim üçün qadına deyilir. Çünki bu cəmiyyətdə qadın olmaq heç də asan deyil. Bu cəmiyyətdə həm biznesi, eyni zamanda uşağı, eyni zamanda ailəni, eyni zamanda korporativ həyatı idarə eləmək göründüyü qədər asan deyil. Ona görə də özüm üçün bir ninja titulu seçmişəm və bu titulun arxasınca gedirəm. Hər zaman özümə dönüb baxmağı sevirəm və hər zaman ətrafımda hər kəsi buna səsləyirəm. Baxın, bir münasibətdə olduğumuz zaman biz dərhal qarşıda günah axtarırıq. Çünki özünə dönüb baxmaq çox çətindir. Özünə dönüb baxmaq ən birinci özünün egosunu sındırmaq deməkdir. Özünə dönüb baxmaq ən birincisi özünün haqsız olduğunu qəbul eləmək deməkdir. Haqsızam mı mən? Necə yəni? Axı mənim dəyərlərim var. Okey, heç kim sənin dəyərlərinə heç nə eləmir zaten. Amma dön bir bax, nəyi səhv eləyirsən, harada səhv eləyirsən, nəyə yanlış baxırsan, bəlkə də səhv eləmirsən, sadəcə doğru gözlə baxmırsan və o zaman sən başa düşürsən ki, okey,
Yanlış olan buymuş. Və mən bugünkü Həvva olaraq 33 yaşımda, misal üçün, öz duyğularımda nəyə baxıram? Güvənmə hissinə. İnsanlara güvənə bilmirəm. Və enerji elə gətirir ki, hər zaman mən o situasiyaya düşürəm. Hardakı güvənməliyəm, amma güvənməyi yenə seçmirəm ya da seçdiyim zaman sınanıram. Bax, güvən duyğusu sənə bu hissi verdi. Necədir? Hazır idinmi sən bu güvənə? Bu belə baş vermir ki, mən gedirəm, sabahdan insanlara güvənəcəm, mən hər kəsə güvənirəm və mən güvənirəm. Xeyr, alt şuur deyə bir şey var. Orada bir şeylər qaydasında getmir. Orada bir şeylər qaydasında getməyəndə sən dilində çox deyə bilərsən, mən insanları sevirəm. Sən dilində çox deyə bilərsən, mən insanlara güvənirəm. Amma ilk güvən qırıqlığı anında sən əsl reallıqla üzləşərsən. Ona görə də mən bugünkü güvən duyğum üzərində işləyən Həvva olaraq sizdən soruşuram. Mən Ninja Mama həyatımın mərhələsindəyəm. Bəs sən dəyişim üçün nəyi gözləyirsən? Təşəkkür edirəm.